Azərbaycan yapçıları üçün müqəddəs bir gündür. Bu günləri onların ulu xiyarının ad günüdür. Bu günləri İlham dayılarının onların ad günüdür. Bəzən Ayya dayı demək məcburiyyətində oluruq ki, işimiz ondan keçsin. Amma mən arzu edirəm ki, Allah millət vəkillərimizin, icra başçılarımızın ömründən kəsib İlham Əliyevi ömrünə calasın. Onu da ömründən kəsib Azərbaycanda mənim kimi sadə xalqa bağışlasın. Qoy gələnləri Azərbaycan xalqı İlham Əliyevin ad günü qəbristanlıqda qeyd eləsin. İlham Əliyev, sənə uzun ömür arzu etmirəm. Sənə Azərbaycandan uzaqda həyat arzu edirəm. Çıx git Azərbaycana, bezdirmirsən bizi. Mən Allahdan arzu edirəm ki, gələnlər sənin üçün əllərini belə tutub Yasin oxuyum. Bax, səmimi qəlbdən deyirəm sənə, bax, bu qədər şeylər arzu edirəm. Amma o həqiqətdir ki, qoy Allah o millət vəkillərinin, icraların həyatından kəsin sənə bağışlasın. Valla, sən qəddar diktatorsan, onlar həm qəddardır, həm yaltaqdır, həm də şərəfsizin biridir yəni. Bir balaca vəzifəsi olan o millət vəkilləri, onların ətrafdakı şestorkalarını başlayıb Azərbaycan xalqına zulüm etməyə. Sən də onlardan geridə qalmırsan. Bunların başında hamısını sən durmusan. Amma yenə edirəm, qoy gələnləri inşallah, amin. Sənin ad gününü qəbristanlıqda qeydilər. Bax, bu iki əlimlə açıb belə sənin üçün dua edib qəbrivə dörtəcəm.